Salam değerli dostlar, her vaxtınız xeyir olsun. Bugünkü söhbətimizdə çox qısa bir zamanda önemli bir məsələni nəzərinizə çatdıracağım inşallah. Bildiyimiz kimi, axır zamanlarda sosial şəbəkələrdə çox geniş şəkildə İslam dininə, o cümlədən Şiə məzhəbinə qarşı təbliğatlar gedir. Və diqqət etmiş olsanız, xüsusilə də Şiə məzhəbinə qarşı təbliğatlar çoxdur. Bu məzhəb ələ salınır və çalışırlar defektlər tapılsın. Bunun səbəbi nədir? Bunun səbəbi, bunun məqsədi, bunun hədəfi İslam dinini, müsəlmanları, xüsusilə də Əhl-i Beyt məktəbinin davamçılarını gözdən salmaq, ümumiyyətlə Əhl-i Beyt məktəbini bütün dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının gözündən salmaqdır. Buna əlbəttə nail olmayacaq Allahın köməyi ilə. İslam zuhur edəndən bəri buna çoxları çalışıb, fərdi şəkildə, xalq şəklində, qrup şəklində, amma alınmayıb Allahın köməyi ilə. Çünki Allah Teala Quranda vədə verib ki, فَإِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغَالِبُونَ. Şübhəsiz ki, qalib olan tərəf Allahın hizbi və firqəsidir. Yetər ki, biz əməllərimizi, təbliğatlarımızı, ibadətlərimizi, hər bir şeyimizi Allah üçündə ixlasla. Biraz bundan önce bir video çıxdı qabağıma. O videoda əziz Peyğəmbərimiz təhqir olunur. Deyilir ki, güya ki, üzr istəyirəm əziz Peyğəmbərimizdən, ilk növbədə Allahdan üzr istəyirəm. Güya ki, bizim Peyğəmbərimiz öz əmisi Abbasın südəmər körpə qızına tamaq salıb, nauzubillah. Bəzən Peyğəmbəri, əziz Peyğəmbərimizin bir neçə həyat yoldaşı olduğu üçün şəhvətpərəst kimi təqdim edirlər insanlara, indi də bu cür, nauzubillah, pedofil kimi təqdim edirlər. Baxın, əziz dostlar, ola bilər bu cür problemlərlə rastlaşasınız, dinimizə qarşı təhqirlərlə rastlaşasınız, həmin zaman Qurandan məlumat olmasın əlinizdə. Və yaxud əsəbləşəsiniz və düşünməyə imkan olmuyor. Bəli, belə cavablara geniş şəkildə, belə şübhələrə geniş şəkildə cavab vermək olar. Ağıldan istifadə edərək, Qurandan, hədislərdən. Amma buna birincisi ehtiyac yoxdur. İkincisi isə vəziyyətdən çıxmaq üçün sizə bir dənə yol göstərim. Yəni bu kimi şübhələrlə mübarizə etmək üçün sizə bir yol göstərmək istəyirəm. Ağıldan istifadə edin və Qurandan xəbəriniz olsun. Quranda dəfələrlə Allah Teala əziz Peyğəmbərimizi nəinki müsəlmanlar və möminlər üçün, bəlkə bütün dünya üçün nümunə kimi, örnək kimi təqdim edir. Və mən bunu neçə vaxt bundan öncə verilişlərdən birində geniş şəkildə bu barədə danışmışdım, söhbət eləmişdim və sübut etmişdim Allahın köməyi ilə ki, İslam Peyğəmbəri nəinki müsəlmanlar və möminlər üçün ki, bu minimum həddidir, bəlkə bütün bəşərət üçün, hətta ateistlər üçün, hətta onu qəbul etməyənlər üçün örnəkdir. Bu belədir. İndi kimsə qəbul etmir, o başqa məsələ, amma qəbul etməmək o demək deyil ki, bu belə deyil. İnşallah verilişimizdə həmin söhbətimizi dinləyirsiniz. Amma belə şübhələrlə çox qısa, tez mübarizə etmək yolu nədir? Qurandan məlumat olmaq və ağıl. Peyğəmbərin Allah tərəfindən nümunə üçün təqdim olunmasının sübutlarından biri də indi sizə deyəcəyim 2 ayədir. Biri Əhzab surəsinin 21-ci ayəsidir. Allah Teala orada 2 təkiddən buyurur ki, "Laqad kana lakum fi rasulillahi uswatun hasana." Həqiqətən şübhəsiz sizlər üçün Allah elçisində, Allah rəsulündə gözəl nümunə var idi. Özdə 2 təkid gətir. Lam və qad. Laqad. İkinci nümunə Qələm surəsinin 4-cü ayəsidir. Allah Teala buyurur ki, "Və inneke la'ala xuluqin azim." Orada da 2 dənə təkid gətirir. Deyir, "İnnə bir də lam la'ala." Həqiqətən şübhəsiz sən Peyğəmbər böyük və əzəmətli əxlaq sahibisən. Baxın, bu Quran ayəsi. Dedik axı, Quran ayəsindən və ağlımızdan istifadə edirik bu cür şübhələrlə mübarizə etmək üçün. Ağlımız nədir? Ağlımız deyir ki, belə bir sual yaradır.
Allah tərəfindən heç bir qüsuru olmayan Allah tərəfindən, həkim, hikmət sahibi Allah tərəfindən insanlar üçün örnək kimi təqdim olunan şəxs şəhvətpərəst olarmı? Pedofil olarmı? Və yaxud digər nisbətlər? Və yaxud sualı başqa cür quraq. Allah belə bir şəxsi bizə təqdim edərmi? Əlbəttə ki, yox. Ağıl deyir, yox. Niyə görə? Çünki biri var, adi bir insan, qüsur olan bir insan. İnsan qüsursuz deyil. 14 məsumdan başqa, peyğəmbərlərdən başqa. Biri var, məsələn, bir adi bir günah sahibi olan bir insan, öz qohumunu, istədiyi bir şəxsi harasa müdür təyin eləyir, harasa prezident təyin eləyir və yaxud onu nə kimisə təqdim edir. Biz deyə bilərik ki, o səhv eləyə bilər. Çünki günahı var, günahı olan bir şəxsdir. Öz hisslərinə qapılı bu iş edib. Amma Allah qüsursuz bir varlıqdır. Allah belə bir şəxsi bizə təqdim etməz. Çünki onda Allahın özü sual altına gedər. Bu deməli Quranla və ağıldan istifadə edərək aldığımız nəticə bizə nə fayda verir? Bu faydanı verir ki, yeni bir nəticəni əldə edək. O nəticə nədir? Deməli, həqiqətən bu kimi şübhələr, dediyimiz kimi, düşmən tərəfindən hazırlanır. Özü də hansı düşmən? Siyonist və bunu da əlavə edək, İngilislər. Yəni, İslamın və müsəlmanların qədimi düşmənlər. Əlbəttə, İngilis deyəndə xalqı nəzərdə tutmuruq. Xalqın içində gözəl insanlar var, insaflı insanlar var. İndi də görürük ki, Fələstini dəstəkləyirlər. Biz burada hökumət, dövlət səviyyəsində deyirik ki, İsraili dəstəkləyənlər İslam düşmənləridir. Baxın, ağıldan, Qurandan istifadə edirik, nəticələr əldə edirik. Və şübhəmiz qəti qalmır ki, bunu edənlər düşmənlərdir. Həmin videoda görəcəksiniz, ya görmüsünüz, eşidəcəksiniz. Orada həmin o videonu səsləndirən şəxs deyir ki, Peyğəmbərin öz südəmər körpəsinə həvəs etməsi filan kitabda deyilib, filan səhifədə və filan cilddə. Nə qədər səhifə gətirilsin, nə qədər cild gətirilsin, bütün dünyanın kitabları yığılsın, fərq eləmir, yalandır. Çünki Quranımız, dinimiz bizi ağlımızdan və məntiqimizdən istifadə etməyi məsləhət görür və vacib edir. Quranda o qədər ayələr var ki, ağlınızdan istifadə edin. Ey ulul əlbab, yəni ağıl sahibləri. Fərq eləmir, lazım deyil ki, hər şübhə gələndə biz ayrıca veriliş ayıraq və ayrıca danışaq, cavablandıraq. Elə bu dediyim meyarla, bu dediyim vasitə ilə bütün bu kimi şübhələrin ötəsindən Allahın köməyindən gələ bilərsiniz. Elə isə məlum oldu ki, bizim Peyğəmbərimiz bütün bu deyilənlərdən uzaqdır və bu böhtandır. Diqqətiniz üçün minnətdaram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.